Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənddən Buxara şəhərinə gəliblər. Avqustun 24-də Buxara Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentini və birinci xanımı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziriatxan Mirziyevaya qarşılayıblar. Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Daşkənddə mühüm görüşlər və tədbirlər keçirilib. Azərbaycan və Özbəkistan prezidentləri arasında ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın genişləndirilməsi və bir sıra layihələrlə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif sənədlərin imzalanması və mübadiləsi mərasimi keçirilib. Buxaraya səfər zamanı Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziriatxan Mirziyeva ailə üzvləri ilə birlikdə şəhərin tarixi mədəni irsi ilə tanış olublar. Dövlət başçıları və birinci xanımlar Buxarada yerləşən İsmail Samani türbəsini ziyarət ediblər. Bu səfərin yalnız siyasi deyil, həm də iki qardaş xalqın ortaq tarix və mədəni bağlarını nümayiş etdirən mühüm məqamlarından biri olub. Buxara qədim şərqin mühüm mədəniyyət və elm mərkəzlərindən biri kimi Azərbaycan və Özbəkistan xalqları arasında tarix əlaqələrin simvolik məkanlarından hesab olunur. Azərbaycan və Özbəkistan arasında son illərdə münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik istiqamətində inkişaf edir. Prezidentlərin qarşılıqlı səfərləri və keçirilən görüşlər bu əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə daha da möhkəmləndirilməsinə xidmət edir.